Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qanun qarşısında cavab verməli olur. Və belə hallar, əfsuslar olsun ki, bugün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, eyni zamanda peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək və rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimin düzgün olmasını sübut etməkdir. Əks təqdirdə əlbəttə ki, lazım ölçülər götürüləcəkdir.